Salam, hər vaxtınız xeyir. Dünya Kriminalı TV, Dünya Kriminal Qəzetinin baş redaktoru Əjdər Təzəxanoğlu sizinlədir. Son zamanlar Azərbaycanda baş verən hadisələrlə əlaqədar ötən sayımızda məlumat vermişdik. Boz kardinalın tutulması ilə əlaqədar, yəni ev dustağına buraxılması ilə əlaqədar və Mətbuat Şurasında baş verən özbaşınalıqla əlaqədar mən məlumat vermişdim. O bölümdə zapisdən sonra çoxlu mənə zənglər daxil oldu və bəziləri razı olduqlarını bildirir, bəziləri lazım deyildi, belə lazım deyil, elə deyil. Sadəcə mən Mətbuat Şurasının bütün idarə heyətinə bir də çatdırmaq istəyirəm. Siz dövlətdən qonorar alırsınız. Hər biriniz gündəlik qəzet olsun, həftəlik qəzet olsun, dövlətdən pul alırsınız və dövlətin pulunu xərcləyirsiniz. Özünüz də mən bilmirəm, boşu kimi nə yazırsınız, nə bıraxırsınız, öz bilərsiniz. Dövlətə nə xeyriz dəyər, mən bilmirəm. Hələlik mən işlədiyim müddət ərzində, təkcə 2008-dən deyirəm, baş redaktor kimi işlədiyim müddətdə və yaxud da 10 il ondan qabaq da MDB məkanında və yaxud da başqa xarici dövlətdə işlədiyim müddətdə mən dövlətdən indiyə kimi 1 manat da pul almamışam. Ona görə də üzüm ağdır, öz zəhmətimlə, öz əməkdaşlarımın köməyi ilə qəsdimi də çıxardıram, işimi də görürəm, dilim də uzundur. Sizdə nədir problem? Sizin probleminiz odur ki, siz göstərmək istəyirsiniz, belə deyil, siz Allahın svetoy bəndələrisiniz, həmişə düz olmuşsunuz, dövlətə sadiq, heç vaxt dövlətə siz sadiq olmamışsınız. Dövlətin pulunu mənimsəməkdən başqa siz bir şey bilmirsiniz. İstəyirsiniz deyim sizə, dövlətdən yaxın vaxtlarda 5 milyon pul ayrıldı sizə. Orada fond da ayrıldı. Vüqar Səfərini də seçdilər prezident. Akşama kimi televiziyadan çıxmırdınız, bir yerdeydiniz, hamımız, Mətbuat Şurasının idarə heyəti. Hamımız oradaydınız, Vüqarın yanındayız. Vüqarı tutdular mənimsəməyi. O 5 milyonu tutaq ki, başa düşdü 1 milyonu Ramiz müəllimə getdi. Yarım milyonu getdi Əli Həsənova. 3 milyon yarıma bina tikmədiniz. İndi alan ev verilən jurnalistlər üçün bina tikməliydiniz siz. Siz bilirsiniz, güya DTX-nın xəbəri yoxdur. Və yaxud da ki, bəzi qurumların xəbəri yoxdur ki, siz orada jurnalistlərə evi necə verirdiniz? Hamısından pul alıb verirdiniz. Hamısından. Minimumu aldığınız 10 mindir. Çünki həmən evlərin 60-70 min ən kasıbdan, yəni qocaman jurnalistlərdən 10 min, qalanları 20 mindən alırdınız, pulunuzu verirdiniz. Siz nə iş görmüşsünüz axı? Vüqar Səfəri tutulandan sonra hamımız qaçdınız bir tərəfə, yaxın durmadınız. Mətbuat Şurasını çıxartdılar, indi sual verirəm. Sizə sual verirəm. Bu oynadığınız oyunla nə demək? Bax, bu dəqiqə cəmaatlar, bizim əhalimiz, Azərbaycanda yaşayan əhalimiz mənə tez-tez sual verirlər ki, tez-tez jurnalist kimi yaxınlaşıb, oturanda bir məsələ, nə oldu, bir dənə uşaq pulunu düzəldə bilmir Milli Məclisdə. Deputatsınız axı, siz də axı orada bir, üzr istəyirəm, bir belə götür, rayonun əhalisi tərəfindən seçilmiş deputatsınız. Nə oldu orada uşaq pulu verə bilmirlər? Nə oldu 80 manat müharibə veteranlarına ondan artıq pul tapıb verə bilmirlər? Mən artıq baxıram, getdikcə deyəqin ki, onu işləyib konkret cavabını verəcəklər. Mənə yox, elə sizə verəcəklər ki. Demək, əgər icra başçılarını deputatların seçilməsində bir nömrəli Ramiz Meytiyevin əlindən seçilirsə, orada nə uşaq pulu verilmirsə, kiminsə sözündən yox. Burada sadəcə odur ki, orada cəmaatı, əhalini prezidentin üstünə qaldırmaqdır. Prezident deyir, 125 dənə deputat deyir, belədir də, istəmir də, cəmaat şikayət edə bilməz, büdcəmiz yoxdur. Nətər büdcə yoxdur? Əli Həsənov, təkcə bu yaxında elə təkcə sizin əmlakınızın dəyəri 2 milyard seçildi, efirdə verildi ki, təkcə əmlakınız burada Azərbaycanda hələ. Şirkətləriniz, mən demirəm, xaricdə yoldaşınızın hansı qəzet başında nəysə, onları deyəcəklər, tapacaqlar, verəcəklər. Siz bir dənə Əli Həsənovun o evlərini müsadirə eləyəndə, elə veteranların da pulu, əlillə uşaq pulunu da düzəltmiyorlar. Hələ bir gör nə qədər burada Əli Həsənovlar var Azərbaycanda. Nə qədər? Nə qədərdir? Mən belə başa düşürəm ki, bizim seçilən deputatlarımız təzə elə fikirləşirlər ki, bu qutardı, getdi, elə deputatlar oturdu kürsüyə əvvəlki dövrdə. Xeyr,
Hamınız cavab verməli olacaqsınız. Siz deyəsən yadınızdan çıxıb 44 günlük müharibə. 44 günlük müharibədə 4 günlük müharibədə 3 mindən artıq bizim şəhidimiz oldu. Qazilərimizin 10 minlərlə bəlkə də 10 minlərlə bizim qazilərimiz var idi. Siz yaddan çıxartmışsınız. İndi oturub şəhidlərin, qazilərin problemləri qalıb heç kim həll eləmək istəmir. Nəyə görə? Əmək və Əhalinin Sosial Müdafiə Naziri qabağında bir 89-cü şəhid eləməlidir. Siz onları qoymusunuz kənarda. Mən bilmirəm, nə ilə məşğulsunuz siz? Orada Milli Məclisdə oturub nə ilə məşğulsunuz siz? Sizdə bir duxulu kişi var, qələbəni çalan. Azərbaycan hərbiçisidir. Azərbaycan hərbiçisidir. Şəhid olan hərbiçisidir. Qanınla, canınla. Qazilərdir. Siz ona 80 manat pulu çox görürsünüz. İndi oturub müzakirə edirsiniz. Bəlkə 150 manat verək, bəlkə 160 verək, bəlkə polis-çudes oynayırsınız siz. Polis-çudes oynayırsınız. Bu torpaq onların qanı bahasını aldı. Bütün qazilərə borçludur Azərbaycan. Ona görə də onların ən aşağısı veteranlıq pulu artıqlaması olmalıdır. Nə qədər olur olsun. Hələ müharibə qurtarmayıb. Hələ bilinmir sabah necə olacaq. Hamınız prezidenti alladırsınız. Hamınız prezidenti alladırsınız. Ki biz iqtidar yönlüyük. Oturursunuz televizorda arada bir açıram görürəm. Hansısa Milli Məclis deputatı müsabit bu belə deyir. Onu prezident eləyir özü bilər. Prezidentin sizə ehtiyacı yoxdur. Onu müzakirəyə qoymayın. Özünüzü müzakirəyə qoyun. Siz nə iş görürsünüz? Nə ilə məşğulsunuz? 4 min, 5 min, 8 min, 10 minə yaxın maaş alırsınız. Nə iş görürsünüz? Sizin dövlətə nə xeyriniz var? Nə kim iş görürsünüz? Mən onu savadsız deyiləm ki, başa düşmüyorum. Başa düşürəm. Siz gedin cəmaatınıza izah edin ki, onların problemlərinə nə kimi köməklik eləmişsiniz? Onlara izah edə bilərsiniz. Yalandan deyir, hər şey qaydasındadır cənab prezident. Heç də qaydasında deyil. Cənab prezident nə qədər yuxarı getsə, nə qədər dünya beynəlxalq aləmdə Azərbaycanı tanıtırsa da, daxildə o qədər problemlər yaradıbsınız ki, o qədər sizlər. Hətta Avropa məhkəmələrinə məcburiyyət qarşısında qalıb müraciət edirlər. Fərqi yoxdur. Polisdən olsun, üzr istəyən məhkəmədən olsun, mülki məsələ olsun. Və burada həll olunmayanda niyə göndərilməlidir? Niyə göndərilməlidir? Ramiz Mehdiyevin səs yazısı yazılır. Mən ora qayıtmaq istəmirəm. Bu dövlətin yəqin ki, hüquq mühafizə orqan əməkdaşları ona özlərinin qiymət verəcəklər. Siyasi qiymət verəcəklər özləri. Qarışmaq istəmirəm. Ancaq mənim deputatlara sözüm. Siz ən yaxşı variantda gedin. Dövlət Təhlükəsizlik Komitəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə gedin. Etiraf edin ki, hansı səhvləri buraxmışsınız. Onsuz da bir-bir çağırıb izahat verəcəksiniz. O izahatları sizdən alacaqlar. Sizi boş buraxmayacaqlar. Bilirsiniz niyə? Çünki siz indiyə kimi dövlətimizi, dövlətçiliyimizi məhv eləmişsiniz. Əlinizdən də bir iş gəlmir. Dedim axı, qəzetlərinizə baxın. Boş-boş yazılar, internet yazıları, biri yazır, o birisi köçürdür. Sizin o yazılarınızdan, görüm, uşaq pulu almayana nə xeyri? Veteranın problemi həll olunmur, ona nə xeyri? Kasıb ailə dolana bilmir, evi yoxdur, eşiyi yoxdur, qalıb ki, nə xeyri? Mən bu qədər. Əminəm ki, siz özünüz üçün ölçü götürəcəksiniz, özünüz utanacaqsınız. Amma sizin üçün ən yaxşı bir dəstələr yaranıb, sizi elədiyiniz hərəkətləri ifşa eləyib, dövlətə biz çatdıracağıq. 100% çatdıracağıq.